بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء وسيد المرسلين، نبينا وحبيبنا محمد صلى الله عليه وعلى آله وصحبه ومن سار على دربه إلى يوم الدين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا بما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما. أما بعد. Allah həmd olsun möhtərəm qardaşlar. Ramazan ayına artıq ortasına gəlib çatmışıq. Rəbbimizə həmd olsun. Bizlərə bu günləri yaşadan Rəbbimizə həmd olsun, şükürlər olsun. Allah subhanahu wa ta'ala nəsib etsin bu gözəl günləri gözəl şəkildə başa vurmağa hər birimizə nəsib etsin. Allah subhanahu wa ta'ala hər birimizi bu aydan bağışlanaraq çıxmağı nəsib etsin. Çünki bu ay möhtərəm qardaşlar bağışlanmaq üçün ən böyük fürsət olan bir aydır. Bu ayda bağışlanmayan müsəlman, mömin heç zaman çətin ki bağışlanar. Çünki ibadətlərlə dolu bir aydayıq. Hər tərəfdən ibadətlər var. Oruc ibadəti, təravihlər, gecə namazları, Quran-ı Kərim və ibadətlər çoxaldıqca şeytan zəifləyir. Və şeytan zəiflədikcə mömin güclənir. Və mömin gücləndikcə də ibadətlər artır. Necə ki buyurulur ki, insanın imanı da əl-imanu yezidu bit-ta'a. İman itaətlə, ibadətlə artır, möhtərəm qardaşlar. Və yanqusu bil-maasi və həmçinin də günahlarla azalır. İmanımız günahlarla azalır. Və əhl-i sünnənin etiqadındandır ki, iman azalır və çoxalır. Vaxtdan vaxta dəyişir. Və elhamdülillah, Ramazan ayı imanın çoxalma ayıdır. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləmə sahabələr belə imanlarının bəzən zəifləməsindən şikayət edərdilər. Deyərdilər ki, Allahın Resulü, biz sənin yanında olanda halımız tamam başqa cür olur. Yəni, imanımız daha güclü olur. Və sənin yanından ayrıldıqdan sonra bizim imanımız zəifləyir və halımız dəyişir. Görən bizim bu halımız təhlükəli deyil ki, öz hallarından qorxurdular. Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, əgər siz mənim yanımda olduğunuz kimi hər yerdə olsanız, mələklər sizə əl verib görüşər. Və iman heç zaman stabil qalmır. Hər zaman artır, azalır. Bu da əhl-i sünnənin əqidəsidir, etiqadıdır, başqa firqələrə əks olaraq. Və həqiqətən də düzgün olan da budur. Və insan onu hiss eləyir. Hiss eləyir ki, imanı nə vaxt artır, nə vaxt azalır. Və elhamdülillah, Ramazan ayıda hər bir mömin dərk eləyir ki, hiss eləyir ki, imanını artıran aydır. Artırmaq üçün fürsətdir. Və çünki artmaq üçün çox böyük amillər var, səbəblər var. Bir mömin oruç tutursa, onun imanı artır. Quran-ı Kərim oxuyursa, onu tədəbbür edirsə, onun imanı artır. Bir mömin gecə namazları qılırsa, təravih namazlarını qılırsa, deməli, onun imanına təsir edir. Onun imanının artmasına səbəb olur. Və çalışmalıyıq ki, möhtərəm qardaşlar, artıq Ramazan ayı sürətlə gedir. Sürətlə gedir və bu günləri daha da artıraq. Necə ki, alimlər buyurur ki, Ramazanın ilk onluğu, ikinci onluğu birinci onluğundan daha fəzilətlidir. Və üçüncü onluğu ikinci onluğundan daha fəzilətlidir. Və İbn-i Ütheymin rahiməhullah gözəl şərh edir, məsələn deyir ki, insanın ilk başlayanda hər bir ibadətə insanın imanı və ona olan rəğbəti, ibadətə olan rəğbəti daha güclü olur. Getdikcə azalır. Və Allah subhanahu wa ta'ala da axırlarını daha fəzilətli. Allah Resulü sallallahu aleyhi və səlləm bizlərə müjdə verir ki, axırları daha fəzilətlidir. Və həmçinin də ən gözəl günlər Ramazanın axırında gəlir. Qədir gecəsidir, fəzilətli günlərdir. Və Allah Resulü də bu günləri daha çox ibadətə sərf edərdi. Və bu da hikmətdəndir ki, son günlər fəzilətlidir və mömin də
son günlərdə daha da ibadətlərini artırır. Möhtərəm qardaşlar, bu ayda çox ibadətlər var, çox əməllər var düzəldəcəyimiz. Onların da başında hər birimizin əziyyət çəkdiyi və bizlərin əməllərini puç etdiyi, məhv etdiyi bir əməl var. Onun üzərində daha çox çalışmalıyıq. O da dilimizin üzərində, möhtərəm qardaşlar. Əfətul lisan dilin bəlası. Dil, hətta sələflər buyurardılar ki, insan bəzən deyək ki, yüzlərlə günah işləyir. Əgər dilini qorusa, o günahların 90% azalar. Bir dənə dilini qorumaqla. Dil o qədər böyük bir müsibətdir. Əgər onu düzgün şəkildə işlətməzsən. Təbii ki, Allah Subhanahu wa Ta'ala dili verib ki, insan danışsın. Ancaq xeyir danışsın. Pis işlərdən nəfsini qorusun, dilini qorusun. Və Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə buyurur ki, "Mə yelfizu min qawlin illə ladayhi raqibun atid." Və elə bir kəlam yoxdur ki, onu yazan mələk olmasın. Hər bir söz yazılır, möhtərəm qardaşlar. Hər bir söz immə bizim lehimizədir, ya da ki, əleyhimizədir. Ona görə insan düşünməlidir. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, "Mən kənə yu'minu billahi vəl yevmil axiri fəliyəqul xayran əv liyəsmut." Kim Allaha və axirət gününə iman edibsə, fəliyəqul xayran əv liyəsmut. Nə xeyir danışsın, nə də sussun. Və Muaz radiyallahu anhuya Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, Muaz radiyallahu anhu bir gün deyir ki, ey Allahın Resulü, yəni dilimiz, danışdığımız söz, dilimiz bizi, yəni dilimizə görə sorulacaq mı? Allah Resulü sallallahu aleyhi və səlləm Muaz radiyallahu anhuya deyir ki, insanları üzü üstə cəhənnəmə sürükləyən insanların dili deyilmi? Qeybəti dilləri ilə edirlər. Söz gəzdirməni dilləri ilə edirlər. Və bir çox günahları insan dili ilə edir. Demək olar ki, günahların ən çoxunu insanlar dili ilə edir. Ağıllı insan düşünsə, görər ki, dilini qorumaqla artıq dininin çoxsunu qormuş olar insan. Və elhamdülillah, gözəl aydayıq. Və bu ayda vallahi fürsətdir ki, mömin onun üzərində çalışsın. Lağlağı etməsin. Necə ki, Allah Subhanahu wa Ta'ala möminləri vəsf edərkən Müminun surəsinin 3-cü ayəsində deyir ki, وَالَّذ۪ينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ Onlar, o möminlər ləğvdən uzaq olarlar. Yəni, pis sözdən, pis əməldən uzaq olarlar. Bu müminin sifətidir. Allah Subhanahu wa Ta'ala möminləri belə vəsf edir. Çünki onlar deyir, pis sözdən və pis əməldən uzaq olarlar. Və çalışmalıyıq ki, möhtərəm qardaşlar, dilimizə sahib çıxaq ki, günahlarımızın çoxunu əhatə edən dilimizi qoruyaq. Sonra Uqbə İbn Amir radiyallahu anhu deyir ki, dedim ey Allahın Resulü, mən nəcət, yəni qurtuluş nədədir? Dedi ki, əmlik aleyke lisanə, dilinə sahib çıx. Yəni qurtuluş ondadır ki, insan dilinə sahib çıxa bilir, dilini qoruya bilir. Haramlardan, pis sözdən, dedikodudan, qeybətdən, nəmimədən, söz gəzdirməkdən, çirkin söz dilə gətirməkdən. Hətta Allah Subhanahu wa Ta'ala möminləri vəsf edərkən deyir ki, وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا Cahillər onlara xitab etdikdə deyərlər, sizə salam olsun. Onlara pis sözə qarşı pis sözlə cavab verməzlər. Ona görə möhtərəm qardaşlar, dilimizi qoruyaq və çalışaq ki, bu ay bizlər üçün bunu öyrətməyə fürsətdir. Dilimizi tərbiyə edək və çalışaq ki, bu Ramazan ayından qazanclı çıxaq, faydalı çıxaq ki, Allah Subhanahu wa Ta'ala hər birimizi bağışlasın. Allah Subhanahu wa Ta'ala hər birimizi əff etsin. Allah Subhanahu wa Ta'ala hər birimizi eşidib faydalanlardan etsin. Bu gözəl aydan gözəl şəkildə faydalanmağa hər birimizə müvəffəq etsin. Sallallahu və səlləmə alə nəbiyyina və habibina Muhammed.